Krımın sahibi Krım Türkləri. Qaradenizi Rusiyanın əlindən alıb. Krım əzəli və əbədi Türk yurdudur. Rusiya-Ukrayna savaşının miqyası biz düşündüyümüzdən daha da genişdir. Söhbət Qaradəniz uğrunda gedən savaşdan gedir. Tərəflərdən biri Rusiyadırsa, digər tərəfdə Türkiyə Cümhuriyyətidir. Bu savaşda kim qalib gələcək? Türkiyə yoxsa Rusiya? Əslində Qaradənizdə Türkiyənin geopolitik rəqibi Amerika Birləşmiş Ştatları deyil, Rusiyadır. Çünki 300 ildir məhz Türkiyə Qaradənizdə Rusiya ilə mübarizə aparır. Və ilk dəfədir ki, biz artıq Türkiyənin üstünlüyü ələ aldığını görürük. Biz deyə bilərik ki, Rusiyanın apardığı son 30 ildə yanlış siyasət Qaradənizin Rus gölü olmaqdan çıxarıb artıq onu bir Türk gölü edib. Faktiki olaraq Qaradənizə ən uzun sahili olan ölkə Türkiyədir. Məhz buna görə də Türkiyə Qaradənizdə Rusiyanın yeni limanlar, yeni sahil zolaqları əldə etməyini istəyirmi? Əlbəttə ki, yox. Buna görə də Türkiyənin mövqeyi başından bəri bəllidir. Türkiyə Ukraynanın məğlub olmasını, Rusiyanın yeni liman və yeni sahil xətti əldə etməsini istəmir. Rusiyanın İzmail limanına etdiyi hücumlarda Türkiyə gəmisinə zərbəsi təsadüf idimi? Belə təsadüf ola bilməz. Açığı Rusiya çox yaxşı bilir ki, Türkiyə hər nə qədər Rusiya ilə iqtisadi əlaqələri kəsməsə də, iqtisadi əməkdaşlığı, xüsusilə enerji alışını davam elətdirsə də, bu sırf Türkiyənin iqtisadi marağıdır. Yəni Türkiyədə real inflyasiya 80-85% olmalıydı. Məsələn, Rusiyadan gələn gəlirlər hesabına hazırda 30%-dir. Amma Türkiyə Ukraynaya dəstəyini kəsməyib. Faktiki olaraq biz döyüşlərin başından bəri bilirik ki, bayraqdarlar orada qan eləyir. Yəni Ukrayna xalqı bayraqdarlara orada mahnı yazıb. Türkiyə bu gün də Ukraynanı həm pualarla, həm digər silahlarla təchiz edən əsas ölkələrdən biridir. Krıma hamı haqq iddia eləyir. Çox qəribə bir məqamdır. Yəni Rusiya haqq iddia eləyir, daha evvələ mənim torpağımdır deyə. Ukrayna ərazi bütövlüyü çərçivəsində. Amma biz görürük ki, Avropa İttifaqı ölkələrində, xüsusilə Fransa burada aktiv şəkildə, Britaniya Krıma yerləşməyə çalışır. Burada biz Yəhudilərin Krıma yerləşməyə çalışdığını görürük. Digər tərəfdən Ermənilər və Yunanlar Krımın tarixi vətənləri olduğunu iddia eləməyə başladılar. Amma fakt ortadadır. Biz Krımlı dedikdə kimi nəzərdə tuturuq? Krım türklərini. Krımın sahibi Krım türkləridir. Krım necə ki, yüz illərdir, min illərdir Türk yurdu olub, o şəkildə də əzəli və əbədi Türk yurdu olaraq qalacaqdır. Və aydın məsələ ki, Türkiyə burada Qaradənizə ən uzun sərhədi olan ölkə kimi, Ukraynaya həm də hamilik edən bir ölkə kimi, eyni zamanda Krım türklərinin hamisi kimi Krıma ən böyük haqq iddia eləmək hüququ da Türkiyədədir.